İngiltərədən bütün dəyərli izləyiciləri salamlayıram. Vlogumuza keçmədən öncə istəyirəm ki, videomuza biraz rəng qataq. Həm əylənək, həm öyrənək, həm də ki, pul qazanaq. Məbləğ elə böyük deyil, bu başlanğıc məbləğdir. Şərtlərimiz çox sadə olacaq. Aşağıda qeyd etdiyim Instagram, YouTube kanalına mütləq abunə olmaq və videomuzda 15 ingilis nə söz olacaq və həmin sözün tərcüməsini Azərbaycan dilində mənə ilk Instagrama direct yazan bir şəxsə bu məbləği göndərəcəm. Videomuzu diqqətlə izləyək. Videonun hər saniyəsində, əvvəlində, sonunda o həmin sözləri qeyd edə bilərəm və növbəti videolarımızda daha maraqlı hədiyyələr olacaq. Sizi çox yormuram. Xoş izləmələr. Bugün günlərdən yenə İspaniya və İspaniyanın növbəti kurort şəhərlərindən biri olan Salou. Səhv etmirəmsə belə səslənir. Salou şəhəri yenə dəniz kənarı, turistlərin çox olduğu və insanların istirahət etdiyi məkanlardan biri. Sentyabr ayının 30-una kimi belə sezon davam edir də, burada belə deyim. Burada maşınların dayanacağı ödənişlidir dəniz kənarında ayın 30-una kimi. Çox təəssüflər olsun ki, həmin o dayanacaq ödənişi belə deyim, qəpi iləndir. Üstümdə qəpi olmadığına görə hal-hazırda bankıma da axtarıram ki, pul çəkim. Yəni bura gələndən nəzərində çatdırım ki, gələrkən üstünüzə sent falan gəzdirin, çünki aparatlar qəpi iləndir. Deməli, gəlmişik bu parkinqin pulu ödəməyə. Görək elə qəpi. Nömrə falan yazmırsan, qəpiləri tullayırsan. Nə qədər edəcəksə. Ümid edirəm ki, düz oldu. Biletimiz çıxdı. Qeyd olunub burada. Saat neçə kimi dayana bilərəm burada. Barselonaya baxanda burada qiymətlər ucuzdur artıq. Mərkəz deyil, amma belə bir hədiyyələr, maqnitlər ucuzdur. Dəniz kənarında belə bir geyim mağazası var. Bunların da qiymətini sizlərə tanış edeyim. Qiymətlər münasibdir. Yəni belə bir 26-25 manat qadınlar üçün koftalar. Barcelona klubunun azarkeşlərini salamlayıram. Burada Barcelona'nın mağazası var. Və girək görək nə məhsullar satırlar burada və qiymətlər neçəyədir. Belə orijinal formalardır. 80 euroya. Elə də çox çeşid yoxdur, açığı. Yamal. Deməli, qiymət neçədir? Qiymət 129-130 euroya. Çimərlik superdir. Super. Su çox təmiz, gözəl. Sadəcə mən gözləmirdim suyun bu qədər isti olmağı. Gəlib çiməcəkdim. Burada isə qiymətlər qeyd olunub. 20, 15, 100, 140.
Su çox təmizdir və gözəldir. İstəyirəm bu gözəllikləri sizə görəsiniz. Superdir, super. Restoranda növbəyə baxan bir. Restorana daxil olmaq üçün qapının ağzında növbə gözləyirlər. İspaniyada polis maşınları, polis tərəfdarları çoxdur. Sahil boyu nəzarət güclüdür, gəzirlər. Kimsə skuter sürdü, yaxınlaşıb sənədini falan istəyirlər. Bu isə həmin şəhərin adı Salou. Sizi bilmirəm, mən şəxsən dəniz kənarında palmaları görəndə təmiz, ayrı ab-hava yaşayıram. Həqiqətən insanlar istirahət eləyir. Bütün restoranlar doludur. Həm də belə bir söz deyim, bura Saul Barcelonadan qiymətlər bahadır. Yəni restoran qiymətləri, ümumiyyətlə dənizkənarı mağazalardan məhsulların qiyməti Barcelonadan çox yox, cüzi fərqlənir. Bütün açıqlar 5 euroyadır. Bunu manata çevirməyə ehtiyac yoxdur. Yəni bütün hamısı 5 euroya. Nə bilim, belə bir şəpitlər neçədir? Belə bir şəpitlər 3 euroya, 4 euroya. Ola mən baha deyirəm, belə baxıram ki, heç baha deyil, normal qiymətdir. Qiymətlər normaldır. Unutmayın ki, bura dəniz kənarıdır. Dəniz kənarında belə də olmalıdır. Thank you. When you go out of here, train. No, it's all that. Şəhərin növbədə hava limanı buradır. Yəni bu mağazaya girirsən, buradan uçuş pulsuzdur. Maraqlı bir şirniyyat mağazası hər çeşiddə. Götürüb buradan hər cür şirniyyat seçə bilərsiniz.